Ləzzətli olan mətbəxindən salamlar. Məncə pirajkini sevməyən yoxdur. Bu üsulla hazırlasanız lap dadından doymayacaqsınız. Xəmirinin daha gözəl olması üçün 2 püf nöqtəsi var. Birinci, xəmirə biraz mayonez qatılmalıdır. Bir də xəmir tam hazır olduqdan sonra yağını əlavə etmək. Xəmir yaxşı acıdıqdan sonra onun acılığını mütləq çıxartmaq lazımdır. Yoxsa pirajkilər bişdikdə mayanın tamı gələcək. Bizdə içli kartuşka ilə sevdikləri üçün mən kartuşkadan istifadə etdim. Siz ətlə, ciyərlə də hazırlaya bilərsiniz. Xəmiri 40 qramlıq kündələrə ayırdım. Kündələri 5-10 dəqiqə gözlətdikdən sonra ilk hazırladığım kündədən başlayaraq içli qoydum. Ağzını bərk bağlayın ki, yağa düşdükdə açılmasın. Budur, nar kimi qızarmış xırçıltılı pirajkilərimiz hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun.